Hər yerdə bu kapsul qardırop söhbətini eşidirik. Yaxşı, bəs kapsul qardırop nədir? Ümumiyyətcə necə yığılır? Gəlin bu haqqda danışaq. Sıfırdan qəşəng bir kapsul qardırop yığır. İlk olaraq özünə 3 ədəd parça şalvar seç. Rəngləri də bej, qara və ya qəhvəyi olsun. Qəhvə ilə boz arasında hansını daha çox sevirsənsə o ola bilər, amma mən qəhvəyidən yanayam. İkinci olaraq cinslərə gəlirik. Bir dənə açıq rəng, bir dənə isə ağ cins seçirik. Çünki yaz aylarında adətən ən çox bu iki rəngdən istifadə olunur. Hər ehtimala qarşı bir dənə də qara mini ətək götürürük. Yəni onu evirib, çevirib azı 100 dəfə kombinləyə bilərsiniz. İndi isə keçək üst geyimlərinə. Özünə bir ağ, bir qara, keyfiyyətli və qəşəng tişört al. Tişört dediyim, yəni qısa qol kofta. İkinci mütləq olmalı parça isə mayka tipli koftadır. Mütləq bir qara, bir ağ olsun. Qalanları isə təbii, natural tonlarda seçə bilərsən. Mütləq, amma mütləq yaz kapsulu qardırobunda bir dənə də incə triko kofta olmalıdır. Və qardırobumuzun son üst geyimi jaketlər, yəni hırka. Bir baxırsan gün çıxır, bir yağış yağır, hava isinir, soyuyur. Buna görə mütləq bizə jaket, yəni hırka lazım olacaq. Gəlirik üst geyimə. Buradakı üst geyim, yəni pencəyə və s. Mütləq hər rəngi uyan, hər kombindən yaraşan bir trench coat olmalıdır. Qara blazer də ola bilər. Bu ikisi mütləqdir. Yay, qış qara blazer həqiqətən yəni xilaskar bir parçadır. Və növbə ayaqqabıya gəlir. Bir ədəd sneaker, yəni klassik krasovka mütləq olmalıdır. Bu krasovkanı, yəni sneakeri elə seçməlisən ki, hər geyimlə, hər kombindən uyan bir rəng olmalıdır və rahat olmalıdır. İkinci seçimimiz isə babetlərdir, yəni altı düz ayaqqabılar və yaxud da kitten heels ola bilər. Bu ikisi yəni çox qurtarıcı parçalardır. İkisindən birini ala bilərsiniz. Bütün parçaları seçdiyimizə görə kapsul qardırobumuz artıq hazırdır. Qızlar, bunları fərqli-fərqli dəfələrlə 10-15 cür geyinə bilərsiniz. Mənim sizlər üçün hazırladığım yaz kapsul qardırop parçaları bunlar idi. Növbəti videoda görüşərik. Hələlik.